Allah birini bir şeye bağlı görəndə imtihanlarla qopartmağa başlayır, ayırmağa başlayır. Ndən qopardır insanı. İmtihanlar belə olur. Nəyə arxalanırsan, biri görsən onu vurur. Nəyə söykənirsən, ona zərbə vurur. Özü də deyir ki, İzzət və cəlalıma and olsun ki, məndən başqa nəyə ümid eləsə, ümidini puç eləyərəm. Öz İzzət və cəlalına and içir. Ne üçün Allah bu qədər belə demək mümkündürsə, bu mövzuda həssasdır? Ona görə ki, bəndəsi bir şeyə bağlananda zəifləyir və Allah istəmir ki, bəndəsi zəif olsun. Çünki Allah qüdrətli bir insan yaradıb. İnsan qüdrət sahibidir. İnsan əzəmətli bir varlıqdır.